Misir Premyer Liqasında qış fasiləsi geridə qaldı. İlin ilk turunun nəticələrinə əsasən fasiləyə lider kimi yollanmış Qarabağ mövqeyini möhkəmlətdi və 11-ci çempionluğa doğru inamla irəliləməyə davam edir. İkinci pillədəki Zirə ilə xal fərqi 14-ə bərabərdir. Bir çoxları artıq liqanın ilk yarısı başa çatdıqdan sonra köhlən atların 12 xallıq üstünlüyü əldən verməyəcəyini və çempionluğunu böyük ölçüdə təmin etdiyi fikrində idi. Və statistika nə deyir? Qış fasiləsinə lider yollanan komandaların çempionluq şansları nə qədər yüksəkdir? 1992-ci ildən keçirilən futbol üzrə Azərbaycan çempionatının 31 mövsümü geridə qalıb. Onlardan ikisi yaz payı sistemi üzrə keçirilib, biri isə tamamlanmayıb. Qalan 28 mövsümdə qış fasiləsinə lider yollanan komandalar 19 halda yekunda çempion olublar. Qış çempionluqlarının sayına görə lider son illərin hegemonu Qarabağdır. Ağdam komandası bu mövsüm 10-cu dəfə bu qeyri-rəsmi titulun sahibi oldu. Buna qədər Qarabağ yalnız bir dəfə mövsümün ikinci yarısında birinciliyi əldən verib. Bu 2004-2005 mövsümündə baş verib. Maraqlıdır ki, o zaman Ağdam klubu tarixində ilk dəfə yeni ili lider kimi qarşılamışdı. 18 komandanın iştirakı ilə keçirilən həmin mövsümün qalibi qızıl oyunda uğur qazanan Neftçi oldu. Qeyd etməyə dəyər ki, qış fasiləsinə gələcək çempion hətta üçlüdən kənarda yollanmışdı. 4-cü pillədə. Qarabağ isə yekunda yalnız 6-cı oldu. Ağqaralar həmçinin çempion olduqları 1995-96 mövsümündə də fasiləyə ilk üçlüdən kənarda yollanmışdılar. Dekabrda Xəzri, Turan, Kəpəz və Qarabağdan geridə qalan Neftçi sonda zirvəni ələ keçirməyə bacardı. Sonuncu dəfə isə bu hal ölkənin ən qədim klubu ilə 2012-13 mövsümündə baş verdi. Böyük Ağacıvin komandası o zaman böyük fasiləyə Inter Simurq və Qarabağdan geridə çıxdı. Lakin futbol ilinin sonunda Ağdam klubunu 3 xalqa bağlayaraq çempion oldu. Turan və Inter komandaları da müvafiq olaraq 1993-94 və 2007-8 mövsümlərində qış fasiləsinə qədər üçlüdə yer ala bilməsələr də yekunda titula yiyələnməyi bacarmışdılar. Son 10 mövsümə nəzər salsaq, yalnız bir dəfə fasiləyə lider yollanan kollektivin çempion olmadığını görərik. Yenə də fərqlənən Neftçidir. 2018-19 mövsümündə Roberto Bordini'nin çalışdırdığı kollektiv dekabr 1-ci mövqedə bitirsə də mayda ikinciliklə kifayətlənməli olmuşdu. Ümumilikdə Neftçi 8 dəfə ilk yarını lider mövqeyində bitirib ki, bu halların 5-də çempion olub. Hazırda ikinci olan Zirə ilə bağlı maraqlı fakt ondan ibarətdir ki, qəsəbə təmsilçisi buna qədər ilk yarını ilk üçlükdə bitirdiyi mövsümlərin yalnız birində liderlər sırasında yerini qorumağı bacarıb. Buna qədər sonuncu dəfə 2020-21 mövsümündə fasilə 3-cü yollanan Qartallar yekunda 4-cü pilləyə yuvarlanmışdı. Liderlə ikinci komanda arasında qış fasiləsinə qədər yaranan fərq də Qarabağın çempion olacağı fikrini möhkəmlədir. Zirə ilə Ağdam klubu arasında 12 xallıq fərq var idi ki, bu mövsümün bu dövrü üçün tarixi rekordu idi. Buna qədər ən yüksək fərq 2015-16 mövsümündə qeydə alınıb. O zaman da lider olan Qarabağ Inter'da 8 xal öndə idi. Rəqəmlər də Qarabağın rəqiblərinə şans tanımır. Statistika onu deyir ki, Qarabağın çempionluqdan yalnız möcüzə məhrum edə bilər.